Deməli, Laçından görünən ürək ağrısı da ən gözəl məskənimiz bizim Qərbi Zəngəzurdur. Bax, o gün batan yer, deməli, bir tərəfi Siyan rayonudur, bir tərəfi Siyandır. Arxa tərəfi, deməli, Naxçıvandır. Sağ tərəfə də getdikcə çıxır Dərələyəz mahalı, ta oradan gedir çıxır Eravana qədər, nə bilim, o bir ərazilər Ermənistan Respublikası adlanır. Bax, bu hündür zirvə ki var, dağlıq. Mən hesaplamışam, buradan ora, deməli, 80 kilometrdir. 80-70-80 arasıdır. Əngilakot deyirlər. Şahbuzun başının üstüdür. Dağda Şahbuzun dağıdır. Sol tərəfdəki də o Ordubadın ən yüksək Kiçik Qafqazın ən yüksək zirvələrindən biridir ora. Qapıcıq dağıdır. Kiçik Qafqazın ən hündür zirvələrindən biridir. Və buradan görükür. Bax, o tərəfi. Getdikcə də ora ta oradan hərrənir. Sağ tərəfi gedir. Araz qırağı Naxçıvana. Buradan da Şahbuzdan da birbaşa asırsan, yəni Naxçıvana, yəni bu Şahbuz Gorustan aşırsan, Şahbuz görürkən o dağ Şahbuzdur. Yəni mən hesaplamışam, bayaq dediyim kimi də 70-80 kilometr arasıdır. İnşallah yol açırlar, sülh müqaviləsi bağlanar. İnşallah görənlər də bəxtəvar olar. Saatı qar yağıb, qar Laçında ərimək üzrədir və belə. Sağ tərəfimiz isə getdi, Hocaz qayası, gözəl bizim Laçınımızın həmişə həsrətlə fotolarda baxdığımız Hocaz qayasıdır. Çünki hər bir Laçınlı yuxudan duranda mı, nə bilim, şəhərə çıxanda mı, birinci yüksəklik Hocaz qayası yüksəlir onun gözünün qabağında. O tərəfdə Dəli Dağ, Dəli Dağdır. Dəli Dağda Kəlbəcərə tərəf dövlət yağı. Bunlar hamısı bilirsin, bax, bu tərəfə işıqlıdır, Dəli Dağdır. Getdim, bütün Ermənistanın o Gorus deyilən yerin başının üstüdür. Hamısı o dağlar Azərbaycanın dövlət fonduydu, yəni yaylaq fonduydu. Həmən yaylaq fonduydu. Orada da bizim Azərbaycanın, deməli, neçə dənə 9-10 rayonunun qaramalı, əsas qoyunçuluq malqarası, əsas qoyunlar gəlib burada yaylayırdılar. Ta may ayından çıxırdılar dağa, ta sentyabrın ortaları, axırına yaxında köçürdülər alana. Və belə.